Yəni yuxunun çox böyük prolaktin və kortizolda yuxunun çox böyük təsiri var, çox böyük. Ev yeməkləri ilə arıqladırsınız. Qızlar, ərzaqlar sadə ərzaqlar. Nə yeyə bilməsəniz, nə yala bilməsəniz dəyişəcəm. Saçım tökülür Allaha şükür. Deyə gözə gətirdim özümü, inanırsınız. Saçım tökülmürdü ki. Saçım yenə əvvəlki kimi tökülmək istəyir. Deyirəm, nə hiss edirəm ki, məndə D aşağıdır. Gedib analiz verə bilmirəm ki, vaxtım var ki. 45 gündür pəhriz edirəm, pəhriz eləyirəm, bir dənə çörək yeyirəm, 6 kilo vermişəm, maşallah, maşallah. Bəs neçə dəfə qida alırım? Gündə 3 dəfə. Kortizol yaxınlaşdıqca deyirsiniz ki, kortizolu yoxlatmaq istəyirəm. Ekranı bəyənək, bəli, saat 2-yə qədər marafon ödənişini 40 yox 30 eləyirəm. Qızlar, çox güman ki, neçə gündə inanırsınız endirim edirəm, çox güman ki, bundan sonra endirim etməyəcəm. İstəmirəm endirim eləmə, gəlir endirim yazılar, mənim də ürəyim dözmür. Yaş 18-dir, boy, bir dənə çörək yemirəm. Niyə çörək də yeyə bilərsən? Mən valla diyetə çörək də yazıram, şirniyyat da yazıram, pizza da yazıram, lahmacun da yazıram, dolma da yazıram. Gördüyünüz bütün arıqlamalar elə ondandır. Qara fətir yeyirəm, olar diyetdən, yox. Yaş 18-dir, boy 1.64, kilo 64-dür. Sizcə arıqlamalıyam. Ola bilər bu çəki sizin üçün idealda, ola bilər ki, çoxdur. Məncə 18 yaşa görə biraz arıqlasaz yaxşı olar, amma yenə də siz bilən məsləhətdə ola bilər ki, bu çəki sizin üçün çox yaxşıdır. Mən şəklinizi görməmişəm deyənə deyə bilmirəm. Meyvə bacı kökəldir adamı çox yeyəndə, hə. Yaş 17-dir, boy 1.53-dür, 1.55-dir, çəkim 50-dən aşağıdır. Neçə kiloqram kökəlməliyəm? Məncə əladır. Niyə olmur? Çörək yeyilə bilir, fətir yox. Niyə olmur? Çörək yeyilə bilir. Çünki mən verəndə kəpəkli çörək verirəm və yaxud da ki, qara çoğdar çörək verirəm. Onlarda maya olmur. Fətirdə maya var, ona görə şişirdir sizə. Ağçörəkdə də həmçinin. Qarnımı necə arıqladım bəs? Qarnınızı necə arıqladasınız? Diyet idman. Çörək yemirəm xanım. Qısaca hər şeydən yeyə bilərsiniz, sadəcə vaxtında. Bəli, su yürüyüşdə olsun. Bəli, tamamilə razıyam. Hər şeydən yeyirsiniz, qədərində yeyirsiniz. Çox yeyəndə nə qədər yemək lazımdır meyvə. Bilmirəm axı, çox deyəndə nəyi nəzərdə tutursunuz? Mayasız yuxa olanda mən deyirəm yeyin, problem deyil. Fətir şirin çörəyi demirsiniz, yumru olur. Yaslarda da verilir şeydə. Mən 1.60 boya 65. Fətir nəyə deyirsiniz? Düz bilmə, başa düşmədim. O şirin çörək olur, şeydə. Mən çox izah et, çox belə adilancı danışdım. Mən bildinizə hansını deyirəm, yumru olmur. Qara lavaşdır. Fətir lavaşdır. Hə, yenə qarışdırdım, üzürlü sayın. Mayasızdırsa yeyə bilərsiniz. Əgər özünüz evdə eləyirsinizsə, mayasızdırsa yeyə bilərsiniz. Yaş 16, boy 1.62, çəki 70-dir. Məncə çoxdur. Salam can, salam. Hər şey yazıyor 100%. Bax, əgər istəyirsinizsə arıqlamaq, sonradan kökəlməmək, da gündə diyetlərdə olmaq yox da, hər aydan bir diyetlərdə. Əgər arıqlamaq istəyirsinizsə, kökəlməmək istəyirsinizsə, hər şeydən yeyirsiniz. Mən diyetə hər şey yazıram. Sizi inandırmalı, dolma, şokolad, çörək.